Herkese salam dostlar. Yeni videoya xoş gəlmisiniz. Demək, bugün yeni oyunla qarşınızdayım. İlk öncə onu demək istəyirəm ki, bundan sonra bütün videolar səsli olacaq. Bundan qabaq səsli də çəkmişəm. Son müddətdə elə ki, son videolarım səssiz idi. Səsli olacaq videolar. Sadəcə mən danışmağı biraz bacarmıram. Həm də mən çəkdiyim videolar hamısı səsli çəkdiyim videolar hamısı yanımda ya qızım olardı, ya doğum olardı. 2-3 nəfər olardı da beləmsi danışardı. Bundan sonra təkəm biraz bacarmıram da. İnşallah siz də bəyənərsiniz, fikirlərinizi bildirərsiniz. Kanala abunə olarsınız inşallah. Deməli, bugün yeni oyun çəkirik. İlk hissədir, ilk bölümdür, ilk görevdir. Oyunun adı Madranner'dir. Bundan qabaq çəkdiyim oyunlar vardı. Truck Simulator Ultimate vardı, Bus Simulator vardı. Bundan başqa bir oyun da yükləmişəm. Bus Simulator başqa cürü var, bir dənə şəhər içi. Sabah o videomu paylaşacağım. Bundan sonra paylaşdığım videolar hər gün bir oyunu çəkəcəm. 4 oyun ümumilikdə hər dəfə biri çəkib paylaşacağım. İndi geri ilk yükümüzü götürməyə, bizə görə hara verəcək bizi. Bu konteyneri götürürük. Buradan qoşulmalı deyə. Mən ilk dəfədir mən oynayıram, söz açığı. İndi videodan qabaq 5-10 dəqiqə edirik ki, oyun təlimatlar verir, ona uyğun oynayıram da. Yəni öyrənmək üçün 5-10 dəqiqə cəmi oynamışım. Biraz naşıyam, adı səhv eləyərəm, sizə fikir verməyəm. Ondan sonra videolarda yavaş-yavaş düzələcək inşallah. İndi hal-hazırda mexanik mənə sürürəm. Mexanik mənə sürürəm ki, batmasın. Avtomatda sürəndə batır. Burada suyun içindən keçək, ondan keçmək. Suyun içindən keçək həm ekstrem olsun, həm də sizə biraz maraqlı gəlsin. Xəritədən seçə görə hara gelirik. Deməli, gəldik belə, belə, belə. Buradan gəlirik, belə, belə. Hə, buraymış. Gəldik belə, belə. Buradan belə. Buradan ki, hə, belə gələcək. Belə. Buradan belə. Neyse. Belə düz olur yoxsa. Biraz anlayışını yapayım. Ama böyle yapayım. Burada bonus görevler gördüm. Hə, aracına ya da başqa bir araca zarar vermə. Mən öz maşınıma ya da başqa maşına zərər vermə. Əks yola çıxma, çəkici kullanma. Yəni, çəkici nədir? Elədir ki, burada solda gördüyünüz lipovkadır. Lipovka atırsan bir ağaca çata bağlayırsan da bir yerdə batan. Onu bir var özün ağaca bağladıqdan sonra maşını sürəsən. Bir də var ki, çəkicisi vardır. Ağaca bağladın, özü çəkir maşını. Görev olarak deyir onu kullanma. Görev onu çəkicidən istifadə eləmə. Yəni bonus alır gəlmək.
Biraz sola dönüyor. Sola dönüyor. Bakmayacağız. Açma ya. Öyle başlayız. Başlayalım. Oyun biraz ağır oyundu. Nə mənada? Track Simulator'da məsəl üçün YouTube'u götürdüm, düz yoldu deyirsən, sağa sola dönərsən, idarə eləmək biraz asan. Burada idarə eləmək biraz çətindir. Biraz kamerayla çox oynayırsan ki, baxırsan qabağına, sağa. Oyunun nəyi biraz xoşuma gəlmir? Şey yoxdur burada, kamera. Var məsəl üçün belə bir şey var. Arxadan çəkir, deyirlər ki, məsəl üçün belənsi özün haradan istəyir. Məsəl üçün maşının içindən çək. Burada bir əks yola çıxma. Əlavə görür, əlavə. Yəni ki, bonus xal verəcək. Motor stop edir. Maşına da zərər vermə. Görür bu. İnşallah dəymərik buradan. Atmış desantı sağda. Qabağını getməliyik.
Ne oldu? Ben desem. Yok. Birleştir. Arkaya çekmeli. Bu ne bizi buraya getirdi? Belə dostlar. Bugünkü videonun sonuna geldik. Biraz kısa oldu, üzüldü sayas. Ama ilk görevi bitirdim. İstəyirəm bu birinci bölüm kimi olsun. İkinci görevdə ikinci bölüm kimi çəkin. Çox sağ olun baxdığınıza görə. Kanala abunə olun, videoya like atın. Hələlik görüşək.